Salam əziz kanal izləyiciləri. Masazırda gördüyünüz bu 2 mərtəbəli həyət evi və yanında obyekti ilə birlikdə satışa çıxdı. Qurtuluşda 3 mərtəbələr deyilən ərazidə yerləşir bu. Evin qarşısına kimi asfaltdır. Həm şəhərdən 20 yanvarda Masazır dairəsindən, həm də Mehdiyabad yolundan bura gəlmək mümkündür. İndi isə keçək evin içərisinə, mən sizə göstərim. Həyət 3 sotdan ibarətdir. 2 mərtəbəli evdir. Təqribən 300 kvadrata yaxındır. Həyətində belə daş döşənilib. Həm evin, həm də torpağın çıxarışı var. Yəni ipotekaya yararlıdır. Keçirik içəri. Gördüyünüz bu keramogranit hissə isti poldur. Girişdə solda sanitar qovşağımız var. Daha yaxından göstərək zəhmət olmasa. Sağda belə bir geniş qonaq otağı və bu hissədə mətbəx üçün nəzərdə tutulub. Əslində istəsəz bu otaq çox böyükdür. Bunu studiya mətbəx eləyib onu yataq otağı da eləyə bilərdiniz. Burada da belə boş bir hissə var. Yüklərinizi yığa bilərsiniz. İndi isə qalxaq ikinci mərtəbəyə. Balkondan başlayaq. Belə bir balkonu var. Yaxınlıqda Oba market və digər marketlər var. Məktəb və marşrut xəttlərinə çox yaxın bir ərazidir. Həyət evi monolitdir. İkinci mərtəbəsi monolitdir. Və başlayaq bu hissədən. Burada belə bir sanitar qovşağı var. Və ikinci mərtəbədə 4 otağımız var. Sırayla otaqlarımızı göstərək. Əziz dostlar, bu həyət evinə sahib olmaq istəsəz 210.000 manatınızdan keçmək lazım olacaq. Təkrar edirəm, çıxarışlıdır, ipotekaya yararlıdır. Baxın, burada digər evlə arasında kifayət qədər məsafə də var. Gün alan otaqlardır. Və növbəti yataq otağımız bu hissədə. Sizin də satışda əmlakınız varsa, buyurub əlaqə saxlaya bilərsiniz. 050 070 654 91 57. Bu evlə bağlı fikirlərinizi rəylərdə yazmağı unutmayın. Hələlik.